Hər vaxtınız xeyir olsun dəyərli izləyicilərim. Bugün hazırladığım paxlavanı sizlərlə də bölüşürəm. İnşallah siz də bu videomdan yararlanarsınız və bayram süfrələriniz üçün hazırlayarsınız. Keçək hazırlanma qaydasına. Mən 800 qram ələnmiş un götürmüşəm. Unumuz maxvadır. Sonra üzərinə yarım çay qaşığı duz və bir paçka vanilin əlavə etdim. Sonra isə hazırladığım aparada 1 çay qaşığı şəkər tozu, 1 çay qaşığı quru maya, su və undur. 3 ədəd yumurta sarısı, 200 qram otaq temperaturunda olan çörək yağı və 200 qram xam əlavə etdim. Xama məndə 20% idi. Yəni əlinizin altında hansı varsa. Sonra isə xəmir yoğururam. Xəmirimiz biraz bərk olmalıdır xanımlar. Çox da yumşaq xəmir. Yəni qoğal xəmiri kimi yumşağa lazım deyil. Yəni bunu mikserdə də yoğura bilərsiniz. Mən əllə yoğurmağı sevirəm. Xəmirimiz artıq yarım saatdan sonra mayalandı. İndi isə hissələrə bölürəm. Alt hissəsi və üst hissəsi. Toplamda 12 gündə. Bu da içilik xanımlar. 600 qram üyüdülmüş qoz ləpəsinə 400 qram şəkər tozu və 1 xörək qaşığı hil əlavə etdim. Listimizin içərisini yağlamışam. Listə məndə 40-ın 30-ada. Və bu qayda ilə yerləşdirirəm. Birinci qalın qatı qoydum. Sonra isə üzərinə ikinci qatı qoyuram. Sonra isə bax bu qayda ilə dartışdırıram. Üzərini ütü ilə bir balaca ütüləyirəm. Hər bir tərəfi yapışsın deyə. Bu qata içlik çəkəcəm. Mən xanımlar içərisinə yağ əvvəlcədən vurmuram. Yəni mən öz hazırladığımı sizlərlə bölüşürəm. İki dolu bulud qaşığı ilə mən bura içlik əlavə etdim. Ara bir də çəngəllə deşləkləyirəm. İçərisində olan havalar çıxsın. Digər yuxaların arasında eyni qayda ilə içlik vururam, yəni yayıram, sonra içlik səpirəm. Bu da üz qatıdır xanımlar. Deməli 11-ci qata da içlik vurmuram və sonra isə 12-ci qatda. Bunu da eyni qayda ilə yayırıq. Yəni paxlava hər kəs bilir ki, bayram süfrələrinin olmazsa olmazıdır. Artıqlarını kəsib çıxartdım. Yenidən üzərini ütü ilə ütüləyib səliqəyə salıram. Sonra isə bıçaqla da bıçağın arxa tərəfi ilə künclərini içəri salırıq ki, bişərkən yığılmasın. İstəsəniz buzluğa qoya bilərsiniz. 5-10 dəqiqə və yaxud da ki, soyuducunun cərgözünə qoyun.
Bir 20 dəqiqə, 25 dəqiqə boyunca paxlava özünü tutsun. Artıq kəsirik. Kənarlarını bu qayda ilə kəsdim, çıxartdım. Mən də ölçümüz, xəttkeşimiz 3 santimetrdir eni. Birincini kəsdikdən sonra digərlərinə də izlər qoyuram. Sonra kəsirəm. Xəttkeşlə xanımlar daha gözəl görsənir. Həm də yenə də deyirəm, soyuducuya qoysanız kəsməsi rahat olur. Xəmirlər yığılmır. Elə üzərini örtərkən o dəqiqədə doğrayanda xəmir yığılır bıçağın ucunda. Qəşəng görsənmir. Yenə çəpinə də qoydum roaming şəklində və budur. Paxlavamızı doğrayıram. Üzərinə də ki, kimin nəyi varsa Allah verəndən qoz, badam, fındıq, dədə-babadan fındıq qoyardıq. İndi isə zövqlər müxtəlifdir və yaxud da dekor veririk. Eyni qayda ilə çəpinə hissəsində doğrayıram xanımlar. Bu arada deyim ki, əgər videolarımı bəyənirsinizsə xanımlar, öz səhifənizdə bölüşməyi unutmayın. Abunə olun xanımlar. Təzə videolar yerləşdirən kimi siz də görəsiniz. Deməli, çay qaşığının ucunda limon rəngi və çay qaşığının ucunda portakal rənginin üzərinə yumurta ağı və biraz su əlavə etdim. Onunla tortun üzərinin rənglərini vurdum. Yumurta sarısı yox xanımlar, yumurta ağından bu dəfə istifadə etdim. Nəticə də möhtəşəmdir. Parıltısı çox gözəl qalır. İstəsəniz bunu da sınaya bilərsiniz. Yəni ki, məsləhətlidir. Biraz bişdikdən sonra yenidən aralarını belə bıçaqla açıram. Dediyim kimi yumurtanın 2də 1 hissəsi ağ, 1 xörək qaşığı su və rəngdən istifadə etdim. Burada isə 1 stəkan yarım yağ əritmişəm. Ərinmiş çörək yağı. Onu da paxlavanın üzərinə verirəm. Hardasa 300 qramdan artıq idi xanımlar yağım. Ərinmiş çörək yağı. Artıq paxlavamız pişdi xanımlar. 180 dərəcədə, yəni sobalar müxtəlif olur. 60 dəqiqə boyunca, biraz da artıq olardı, yenə deyirəm, sobalar fərqli olur. 60-70 dəqiqə boyunca bişir. Üzərinə xanımlar glikoza çəkdim mən. Glikozanın üzərinə 3-4 xörək qaşığı şərbətdən tökdüm və sonra üzərinə paxlavanı çəkdim. Mənim sobam qızardır deyənə xanımlar odur ki, mən əvvəlcədən qoymadım. Paxlavaların üzərinə qozu qoyduqdan sonra yenə 5 dəqiqə boyunca sobaya verirəm. Sonra çıxardıb üzərini şərbətini tökürəm. Şərbətlə mən də 3 stəkan şəkər tozu və 2 stəkan sudur. Paxlava isti, şərbət də soyuq olmalıdır. Xanımlar, yavaş-yavaş bu videonun da axırına çıxdıq. Allaha əmanət olun. Hələlik.
Ama ilişsek neyin bahsi olursa olsun ele yemeli ki bu seslerden ne Alman ne de Fransız kaçarız. Eğer Frau Hammersmark'ı ifşa etseler ameliyat mahvoldu. Frau Hammersmark'tan sözleşmişti.